Salam, hamınızı xoş gördük. Bu gün mətbəxdə yenə də qışa hazırlıqdır. Badımcan konservi hazırlayıram. Bilirik ki, qışda badımcan bazarlarda və marketlərdə çox baha olur. Ona görə də qış tədarükünü elə yaydan hazırlamaq lazımdır. Bu gün hazırladığım badımcan konservinə yarım kiloqram badımcan götürmüşəm. Badımcanlar çox körpə badımcanlardır, xırdadır. Əgər nazik uzun badımcandan istifadə eləsəz, yarı da bölüb hazırlaya bilərsiniz. Badımcanların bir neçə yerdən qabığını soyub çəngəllə deşmək lazımdır. 1 litr suya 2 xörək qaşığı duz əlavə edib 1 saat saxlamışam. 2 kiloqram pomidordur. 5-6 ədəd soğan. 4-5 ədəd biber, 1 ədəd acı biber, duru yağ lazımdır soğanı qovurmaq üçün. Biraz duz, təbii ki duz zövqə görədir, pomidor da turş olduğuna görə duzdan az istifadə edirəm. Pomidorları indi qaynar suyun içərisində qabığını soyacağım. Pomidorun qabığını soymuşam. 2 yerdən çərtib qaynar suya atdıqda çox asan qabığı çıxır. Pomidorun yarısını ət çəkən maşında çəkəcəyəm. Yarısını isə xırda doğrayacağım ki, sousun içərisində bir qədər iri pomidor dənələri görsənsin. Soğanı da soyulduqdan sonra ət çəkən maşında çəkmək lazımdır. Əgər sevənlər varsa, xırda doğraya da bilərlər. Pomidorun yarısı ət çəkən maşında çəkilir. Yarısını isə xırda doğramaq lazımdır. Tavaya yağ əlavə edirik. Tavanın böyüklüyü sizin bişirəcəyiniz tərəvəzlərdən asılıdır. Böyük və yaxud kiçik bir qabda hazırlaya bilərsiniz. Çəkdiyimiz soğanları yağın içərisinə əlavə edirik. Soğanın biraz suyunu sıxmışam və qovurmağa başlayırıq. Soğanlar qovrulmağa başlayıb, artıq rəngini dəyişib və indi soğuzu qazana boşaldırıq. Üzərinə doğranmış pomidoru töküb qatıram. Bu qaynamağa başlayanda badımcanları içərisinə atacağım. Biraz duz atıram qazana. Qaynayan sousun içərisinə sudan çıxarıb suyunu sıxdığım badımcanları əlavə edirəm. Və qazanın qapağını örtüb bişirməyə qoyuram. Badımcanlar pişənə yaxın biberi və acı biberi əlavə edəcəyim. Qaynayan qazana doğradığım biberləri əlavə edirəm. Mən 2 qırmızı, 2 yaşıl biberdən istifadə elədim. 1 ədəd acı biber doğramışam və badımcanlar biraz hardasa 30-40 dəqiqə qaynadıqdan sonra biberləri də qazana əlavə eləmək lazımdır. Biber bilirik ki, çox tez bişir. Ona görə də biberi badımcandan sonra əlavə eləmək lazımdır. Hazır olana yaxın qazana 5-6 dənə dəfnə yarpağı atırıq. Çox ətirli və dadlı olsun deyə. Yeməyimiz artıq hazırdır. Pomidoru suyunu çəkib və oddan götürürük.
İsti-isti indi həmin bu hazır yeməyi bankalara yığacağam. Bankaları yuyub qurutmuşam və yeməyi isti-isti bankalara yığmaq lazımdır. Badımcanlar da hamısı bütöv-bütövdür içərisində. Konservi bankalara yığdıqdan sonra ağzı açıq vəziyyətdə 10-15 dəqiqəlik sobaya qoyuram sterilizə etmək üçün. Sonra ağzını möhkəm sıxıb bağlayacağam. Artıq bankaların ağzını bağlamışam. Çox gözəl görünüşü var. Dadı da çox gözəldir. Hazırlayın, siz də əminəm çox bəyənəcəksiniz. Tam soyuduqdan sonra qaranlıq və sərin yerdə artıq qışa saxlaya bilərik. Siz də hazırlayın. Sağ-salamat işlədin. Ruziniz bol olsun. Kanalı izləməyi unutmayın. Abunə olmağı da. Videonu bəyəndinizsə like edin. Sağ olun. Görüşənədək.